İndi 1400-lərdə tikilmiş bir qalanın içərisindəyik. Təsəvvür edirəm ki, məsələn, necəsə olurdu o. O dövrdən bu dövrə düşən adam olsa, bu evin sahibi falan, evdəki əşyalardan biraz belə qəribə şoka düşə fikirləşirdim. Məsələn, nə bilim, bu bilməz də nədir, nə üçün istifadə olunur, kompüter zaryadkası, ya da bu ona çox qəribə bir şey gələr, plastikdən olan bir kabin ölçüsü, sonra, bu zebralı necə gələr ona məsələn, necə təsəvvür edir onu? Nə var başqa burada? Cins. Timberland ayaqqabı. Ya bu başa düşməz ki, tam olarak necə geyinirlər, nə üçündür o? Nə bilim, Adidas rəngli çanta. Bu, yəni, bunu nəyə təsəvvür edə bilər də? Məsələn, elektromaşının açarıdır da, bu açarı da olur. Heç nə, yəni, onları təsəvvür edirdim. Amma biz bilirik bu nədir, məsələn. Bunu mən birinci başa düşmədim, nədir? Bilməm, orada nə qədər görünür. Dedim, nə bilim, lupa filan. Sən demə, sadəcə çox qabaq göstərən güzgüdür. Yəqin ki, üzün, nə bilim, nələr, nəsə detallara baxmaq üçün və s. belə lupalı güzgüdür və ya bu güzgü var. Gözəldir.